Salam değerli izleyiciler. İndi sizə 16 noyabr 2025-ci il tarixində OTK tərəfindən keçirilmiş 10-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat sualları izah verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. 2a çıx 3b bölünsün a plus b 5'te 2 olarsa a kvadrat çıx b kvadrat bölünsün a plus b'nin kvadratı ifadəsinin qiymətini tapın. Şimdi bu tənasübdən yazsaq 5 vurulsun 2a çıx 3b bərabər 2 vurulsun a plus b'ye bərabərdir. Buradan alınır 10a çıx 15b bərabərdir 2a üstəlik 2b. 2a'nı sola getirsək 8a bərabər olacaq 15 birini sağa getirsək 17b'ye bərabər. Deməli buradan çıxır ki a'mız 17k'dır, b'miz isə 8k'dır. Şimdi bizdən soruşur bu ifadenin qiyməti. Bu ifadəni belə yazırıq. Sürəti yazıram a çıx b, a plus b. Məxrəc də a plus b'nin kvadratıdır. A plus b'nin kvadratı. Bu da bərabərdir. A plus b'nin biri gedir. A çıx b'nin a plus b'yə nisbəti qalır. Şimdi a ilə b'nin fərqi. Fərqləri 25k edir. Fərqləri üzr istəyirəm. 25k nə idi? Fərqləri 9k edir. Cəmləri 25k'dır. Cəmləri 25. Kalar gələcək 25'də 9. Sürətdə məxrəci 4'ə vursaq 36 bölü 100 olacaq 0,36. %36. Yəni doğru cavabımız burada Y variantı 0,36'ya bərabərdir. Növbəti sualımız, ikinci sual. ABC üçbucağında AY AF-ə bərabərdir. AY AF-ə bərabərdir. Bucaq ACB buranı verib 54 dərəcə. 54 dərəcə. ADB bu xarici bucaq. ADC üçbucağının xarici bucağıdır. Verib 82 dərəcə. 82 dərəcə. Bizdən soruşur. Deməli CBY bucağını soruşur. CBY. Bizdən bu bucağı soruşur. Bu bucaq nəyə bərabərdir? İndi mən nə görürəm burada? Deməli, bu bucağı tapa bilərəm. Bu bucağa mən y desəm, ADC üçbucağından y ilə 54'ün cəmi xarici bucaq 82'ni verir. 82. Y buradan alınır. Deməli, 82'dən 54 çıxsam 28 dərəcə. Y 28 dərəcə. Digər tərəfdən bura mən x desəm, burada x olacaq. Çünki bərabər yanlış bucaqdır. Deməli, y üstə gəlir 2x bərabər olacaq neçə? 180'ə. Y-imiz 28 olduğu üçün 28 dərəcə üstə gəlir 2x bərabər 180'ə. 2x'imiz bərabərdir 180'dən 28 çıxmalıyıq. 152 dərəcə. X'imiz 76 dərəcədir. X 76. İndi buradakı bu x'dən bu x qarşılıq bucaqdır. Deməli burada z desəm, z üstə gəl x üstə gəl 82. Bizə verəcək 180'i. X'imiz 76'dır. 76 yazsaq yerinə. Z üstə gəl 158 dərəcə bərabər 180'ə. Z də bərabərdir 22 dərəcə. Yəni doğru cavabımız burada A variantı 22 dərəcəyə bərabərdir. Növbəti üçüncü sualımız ifadəsini sadələşdirin. İndi burada orta məxrəc A plus 6'dır. A plus 6. Alınır A kvadrat plus 6A plus 9. Vurulsun tərsi. A kvadrat çıx 9. A kvadrat plus 3A çıx 18. Bərabərdir. Birinci kəsin sürəti bizə nəyi verir? A plus 3'ün kvadratı. Bölünsün A plus 6. Vurulsun. İkinci kəsin sürəti bizə verir A plus 6. A çıx 3'ü. Məxrəc də A çıx 3. A plus 3 deməkdir. A çıx 3'lər getdi. A plus 6'lar da ixtisar olur gedir. A plus 3'ün biri gələcək, biri qalacaq. Ona görə doğru cavabımız D variantıdır. Dördüncü sual.
Dərəcə ölçüsü düz bucaqdan 2 dəfə kiçik olan bucağa qonşu olan bucaq tapın. Düz bucaq 90 dərəcədir. Dərəcə ölçüsü 90-a 2 dəfə kiçik 45 dərəcədir. 45-ə qonşu olan bucaq 135 olacaq. Çünki cəmləri 180 olması lazım. 5-ci sual. A, B və C bir-birindən fərqli sadə ədədlərdir. AB hasili cütdür. Baxın, sadə ədədlərdir. AB hasilidir, cütdür. A plus C-də təkdir. Bu da tək. İndi burada nəyə fikirmək lazımdır? AB hasili cütsə deməli yeganə sadə ədəd 2-dir də. Yəni cüt sadə ədəd 2-dir. Yəni A2 olmalıdır ki, AB hasili olsun cüt. A2-dir. İndi A plus C cəmi tək ədəd olarsa, B plus C cəminin ən kiçik qiymətini tapın. Ən kiçik qiyməti. Deməli, A, B, C də bir-birindən fərqli sadələrdir. Fərqli. Deməli, 2, 3, 5-dir də. 2, 3, 5. Bu A, bu B, bu da C. Məsələn, deməli, AC 2, məsəl üçün, mən bura B plus C cəminin ən kiçik qiyməti soruşur. B plus C cəmi. Mən bura 3, bura 5 verəcəm. Məsələn, fərqi yoxdur usta. 5, 3, heç bir fərqi yoxdur. Və doğru cavabımız oradan neçə? B plus C cəminin kiçik qiyməti 8. Növbəti sual, 6-cı sual. Ədəd oxunda 8,2 ədədindən sağda yerləşən ilk cüt natural ədəd 7,1 ədədindən solda yerləşən ilk tək natural ədəddən neçə vaid böyükdür? 8,2-nin sağında yerləşən ilk cüt ədəd 10-dur, 10. 7,1 ədədinin solunda yerləşən ilk tək ədəd də nədir? 7-dir. Neçə vaid böyükdür? Fərq 3 vaiddir. Ona görə doğru cavabımız burada 3-ə bərabərdir. Hündürlüyü 6 köşkdə 3 olan bərətəfli üçbucağın perimetrini soruşur. Deməli, H bərabərdir A köşkdə 3 böl 2. 6 köşkdə 3 bərabərdir A köşkdə 3 böl 2. Köşkdə 3'lər gedir. A-nın neçə? 12. Perimetr 3A'dır. 3 dəfə 12 də 36. Yəni, düstur bilməsəz, düstursuz da yaza bilərsiniz bunu. Düstursuz bərətəfli üçbucağı çəkirsiniz. Hündürlük çəkirik buradan. Bərətəfli üçbucağın hər bir daxili bucağı 60 dərəcədir. 60. 60, 90 bura olacaq 30 dərəcə. Bura A-dırsa, 90'ın qarşısı A-dır. 30'un qarşısı yarısı. 60'ın qarşısı hündürlük isə olacaq. 30'un qarşısının köşkdə 3 misli. Yəni A köşkdə 3 böl 2. Yəni buradan çıxır. 8-ci sual. İfadəsini sadələşdirin. Burada deməli A çıx 3'ün kvadratının yerinə biz yaza bilərik 3 çıx A-nın kvadratını yaza bilərik də. İndi A çıx 1'ə x desəm, 3 çıx A-ya y desəm, olacaq x kvadrat üstəgəl 2x üstəgəl y kvadrat. Yəni bu bizə verəcək A çıx 1 üstəgəl 3 çıx A-nın kvadratı. A-lar getdi. 2'nin kvadratı nəticə olacaq 4. Yəni doğru cavabımız burada 4'ə bərabərdir. 39, yəni 9-cu sual. M və N çox ədləri üçün M plus N çox ədəsinin dərəcəsini tapın. Baxaq. Baxaq ki, dərəcə nə olacaq? Toplayanda baxın, bu hədlə bu həd sıfıra gələcək. Sıfıra gələcək. Alınacaq 2x üstü 4, y üstü 4, 2y üstü 6, bir də 15. Çox hədin dərəcəsi çox həddə iştirak edən ən yüksək dərəcəli bir hədin dərəcəsidir. Burada dərəcə 8-dir, burada dərəcə 6-dır, burada dərəcə 0-dır. Ən yüksəyi 8 olduğu üçün doğru cavabımız burada 8'ə bərabərdir. Növbəti sual. Kəsrini sonsuz dövrünlü kəsrində göstərin. Sürətlə mərkəzi 2'yə vursam nə olacaq? 52 bölünsün 90. Bu da nə deməkdir? 0 tam 10'da 5 dövrdə 7. Bu deməkdir də 57 çıx 5 52. Bəli, doğru cavabımız olacaq C variantı. Bu şəkildə yaza bilmərsiniz əgər. Yəni normal budaqlı bölmə ilə yazıb bölə bilərsiniz. Yenə cavab çıxacaq. 7 sonsuz təkrarlanacaq burada. 41-ci sual. Eyni bir düz xətt üzərində olan nöqtələrin sayının asılı olaraq alınan şüaların sayı
cədvəldə verilmişdir. Düz xətt deyir. Düz xətt üzrə nöqtə verilmişsə, şüa sayı onun kimi istəyir. Deməli, burada 6 nöqtə verilib. Burada 8 nöqtə verilib. 8. Deməli, A6, B8. A6-dırsa, bura 12, bura 24. Toplamda 36. 36 ise deməli, bura olacaq 72. Doğru cavab olacaq Y variantı. Növbəti sual. 12-ci sual. A və B çoxları üçün B A-nın A çoxludur. A-nın element sayısı 5'dir. B-nin element sayısı 4'tür. B çıxa fərqinin element sayısını soruşur. Burada baxırıq. B A-nın daxilində yerləşir. B-nin 4 tane elementi var. A-nın 5 tane elementi var. Deməli, burada 1 olmalıdır. Ona görə doğru cavabımız A variantı. A ilə B-nin fərqinin element sayısı 1 dənə olacaq. Növbəti sual. Keçək. 13-cü sual. Məhsulun qiyməti əvvəl 20%, sonra isə yeni qiymət 10% azaldı. Məhsulun ilkin qiyməti neçə faiz azaldı? Əvvəl 100-dürsə, 20% nə deməkdir? 5'də 1. 100-dən 100-ün 5'də 1 çıxanda olacaq 80. Yeni qiymət 10% azaldı. 10% 10'da 1'dir. 10'da 1 gedibsə, deməli 10'da 9'u qaldı. 80'in də 10'da 9'u eləyir 72. 100'dən düşüb 72'yə. Yəni görünür ki, 28% neməyib? Azalıb. Növbəti sual, 14-cü sual. Neçə rəqəmli ədəddir? N bərabərdir. 8 üstü 12'ni yazırıq 2 üstü 36. Bunu yazırıq 5 üstü 30. Şimdi bunu belə yazırıq. 2 üstü 30. Bur 2 üstü 6. Bur 5 üstü 30. 2 üstü 30'u 5 üstü 30'a vuranda 10 üstü 30 eləyəcək. 2 üstü 6 64. 64 vur 10 üstü 30. Şimdi baxın. Deməli, bu nə deməkdir? Bu deməkdir ki, 64'ün arxasında 30 dənə 0 olacaq. 30 dənə 0. Baxın, 10 üstü 1 olanda, 10 üstü 1 olanda, 10 üstü 1 olsaydı 640. Yəni 3 rəqəmli olacaqdı. 3 rəqəmli. 1 olanda, elə ki, ikisi də buradan alınır da. Məsələn, 2, 10 üstü 2 olsaydı 6400. Baxın, 2, 2'dən 0. 30 olduğu üçün 30'dan 0 olacaq. Bir də 2'nin rəqəm qabadı. 32 rəqəmli olacaq. Doğru cavab burada 32'yə bərabərdir. Növbəti sual 45-ci sual. Cədvəldə 5 nəfərdən ibarət turist qrupunda olan turistlərin boylarının uzunluğu və sayları haqqında məlumat verilmişdir. Qrupdakı turistlərin boylarının uzunluğunun ədədi ortasını tapın. Ədədi ortası. Deməli 165 üstəgəl 168 üstəgəl 2 vur 172 üstəgəl 173 bölməliyəm saya. Say edilir neçə? 5. İndi bunu hesablamaq lazımdır. Bunu hesablayaq. Deməli 165 168 172 2'nə yazmalıyıq. 172 bir də 173 173. Bunu da bölməliyik 5'ə. Və nəticə alınır burada 850 bölünsün 5. Bu da edir 170. Yəni doğru cavab burada 170'ə bərabərdir. Növbəti sualımız 16-cı sual. X, Y, Z sarı ədədlərdir. X, Y fərqini 1 verib. Baxın, sarı ədədlərin fərqi 1'dirsə X üstü Y 2'dir. X, Y, Z hansı? 78. Yəni 3 vur 2 vur Z 78. Deməli Z neçədir? Z 13. Z 13'dür. X 3, 2 Y. 2 vur 1 ve 2 Y 2 Y. 2 vur 2 üstəgəl Z üstəgəl 13. Bu da bərabərdir. Burada 4 elədiyi üçün nəticə olacaq 20. Yəni 2 sarı ədədin fərqi 1'dirsə, 1'sə, biri 3'dür, biri 2'dir. Bu həmişə belədir. Yəni biri cüt olmalıdır, biri tək olmalıdır ki, fərq 1 olsun. O da 2'dən 3'dür. Cütlərin içərisində yalnız sağda olan 2'dir. Növbəti sual, 17-ci sual. A və B natural ədədləri üçün A kvadrat plus AB 17 olarsa ifadəsinin qiyməti tapın. Şimdi bunun açısını yazacaq. Görə nə alınır burada? A kvadrat plus AB çıx 2AC çıx 2BC
Üstəgəl 2AC, üstəgəl 2A, 2BC, üstəgəl B, üstəgəl B. Belə bir ifadə alınır. İfadəsi A və B naturallər üçün. İndi baxaq. Burada baxırıq ki, 2AC-lər getdi. 2BC-lər də getdi. Və bura nə alınır? Alınır A kvadrat plus AB plus B. İndi burada nəyə fikirmək lazımdır? Burada A-nı çıxarsam mütərizə xaricinə A plus B bərabər alınır nə? 17. 17. Deməli, burada A mütləq 1 olmalıdır. A plus B neçə olmalıdır? 17 olmalıdır. Deməli, B də 16'dır. B də 16'dır. Bura 17 verib. 17 üstəgəl 16. Cavab olacaq neçə? 33. Yəni, doğru cavab burada 33'ə bərabərdir. On 8-ci sual. Perimetri 35 olan ABC üçbucağında BT təm böləndir. AB 12, AT 8 və AC tərəfimiz onu soruşur. İndi 12-nin BT təmrən olduğu üçün 12-nin 18-ə nisbəti. 12-nin daha doğrusu 8-ə nisbəti 3-ün 2-yə nisbət deməkdir. Yəni, bura 3K, bura 2K'dır. Perimetri tərəflərin cəmidir. 3K üstəgəl 12, üstəgəl 2K, üstəgəl 8. Bərabər 35'ə. 5K bərabərdir 15 alınır. K alınır 3. K3. AC-ni soruşur. 8 üstəgəl 2 vur 3. 8 üstəgəl 6. Nəticə olacaq 14. Yəni, doğru cavab burada 14'ə bərabərdir. Növbəti sual. 49-cu sual. Yəni, 19-cu sual. ABC müsbət ədədləri üçün deməli, müsbət ədədlərdir. Deməli, bu nisbətlərə bir K desəm, A olacaq 5K, B olacaq 4K, C olacaq 7K. K təbii ki, 0-dan böyükdür. İndi 2A kvadrat. 2A kvadrat olacaq 50K kvadrat. Çünki A-nın kvadratı 25K kvadrat, əmsalda 2-dir. Üstəgəl B kvadrat, üstəgəl 16K kvadrat, üstəgəl C kvadrat 49K kvadrat. Bərabər 460. İndi bunları toplayaq. 50, 49. 50 ilə 49 toplayaq 99, bu da 16. 115K kvadrat. Bərabər 460'a. K kvadrat olacaq 4. İndi K müsbətdir. Demək, K-nı 2 götürmək lazımdır. K olur 2. K 2'dir. K 2 isə A olacaq 10. B olacaq 8. C olacaq 14. 2A. 2A 2'ni ona vuranda 20. 3B. 3 dəfə 8. 24. 4C 4 dəfə 14. 56. İndi 24, 56, 80 və nəticə alınacaq 100. Yəni, doğru cavab burada 100'ə bərabərdir. Doğru cavab burada 100'dür. Əllinci sual. A, B-yə paralel verib, C də A-ya perpendikulyardır. Bizdən X soruşur. Mən bunu uzatsam, eyni zamanda burada 90 olacaq. Burada 30 dərəcə. 2x-dən 10'un cəmi 90-30'un cəminə bərabərdir. Üçbucağın xarici bucağın xassəsi. Xarici bucaq ona qonşu olan iki daxili bucağın cəmidir. 2x bərabər olacaq buradan 110'a. X alınır 55 dərəcə. Yəni, burada doğru cavab 55 dərəcədir. 51-ci sual. Euler-Venn diaqramında A bərabərdir 4x kvadrat çıx 9, B bərabərdir. Ümumiyyətlə vurğular verildi bizə. İndi A nə deməkdir? 2x çıx 3, 2x plus 3. Deməli, burada olacaq 2x plus 3. Burada. Bunu bildik. C-ni də verib bu şəkildə. C burada nə deməkdir? X plus 4, x çıx 3 deməkdir bu. Deməli, burada x plus 4 olacaq. X plus 4. Deməli, B çoxəllisi olacaq 2x plus 3, x plus 1, x plus 4. İndi bizdən soruşur A plus B plus C plus D cəmini soruşur. Burada görün onsuz da. X-in yerinə 1 yazsam, B çoxəllisində x-in yerinə B yazsam, A plus B plus C plus D alınır. Elə burada x-in yerinə mən 1 yazsam, alınır 2 plus 3, 1 plus 1,
1 plus 4. Yani 5 vur 2 vur 5. Yani cevap olacak 50. Yani doğru cevabımız burada 50'ye beraberdir. Doğru cevap 50'dir burada. Növbəti 22-ci sual. Sinifdəki şagirdlərin 40%-i alman, 80%-i ingilis dilini öyrənir. Hər iki xarici dili öyrənən şagirdlərin sayı 5 nəfər olarsa, sinifdə neçə şagird olduğunu tapın. Deməli, burada nəyə fikirmək lazımdır? 40 ilə 80-in cəmi 120-dir. Normalda sinif sayı neçədir? 100%-dir. Deməli, 20% artırdı. 20% bu kəsişmədə olub. Kəsişmədə olub ki, 2 dəfə sayılıb. Ona görə bizə 20%-i bizə verib. 20%-i bizə verib 5. 5. Hər iki xarici dil öyrənən şagird sayı 5-dir. Sinifdə neçə şagird? Yəni 100% soruşur. 100% də olacaq x. Baxıram, bu 5 dəfə artıbsa, deməli bu da 5 dəfə artmalıdır. X olacaq 25. Deməli 25 nəfər sinifdə şagird var. 23-cü sual. ABC üçbucağının A və C təpələrindən çəkilən medianlar qarşılıqlı perpendikulyardır. Yəni bura 90 dərəcəlidir. Qarşılıqlı perpendikulyardır. Və uyğun olaraq 9 və 12. 9 və 12 santimetr uzunluqdadır. Deyir, B təpəsindən çəkilən medianın uzunluğunu tapın. Burada nə fikirmək lazımdır? Burada. Deməli, biri 9-dursa, medianlar kəsişmə nöqtəsində 2-ni 1-ə nisbətində bölünür. Deməli, bura 6 olacaq. Bura 3. 2-ni 1-ə nisbəti. Biri 12-dirsə, deməli, bura 4 olacaq, bura 8 olacaq da. 2-ni 1-ə nisbəti olsun. 2-ni 1-ə. İndi Pifaqorla 8, 6 bura çıxacaq 10. Bura 10. AOC düzbucaqlı üçbucaqdır. BN ABC üçbucağının medianıdır. ON isə düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş medianıdır. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Demək, bura olacaq 5. Bura 5-dirsə, BO da olacaq 10. İndi B təpəsindən çəkilən medianın uzunluğu soruşur. 10 da 5-in cəmi nəticə olacaq 15. Yəni doğru cavab burada 15-ə bərabərdir. Növbəti sualımız gəlir. Deməli, x kvadrat çıx 5x plus 6 bölü x çıx h bərabər x çıx 3 olarsa, burada sürətə baxırıq. Sürət nə demək ki, sürət? X çıx 3, x çıx 2 bölünsün x çıx a. Bərabər x çıx 3 alınır. X çıx 3. Deməli, x çıx 2-lər ixtisar olunur. Deməli, a 2-dir. A-nı tapdıq 2. Gəlib yine yazırıq. X kvadrat çıx 2x çıx 15 bölünsün x çıx b. Bərabər alınır x çıx 5. Sürət də sürət. Bax, bunun sürəti. X çıx 5 x plus 3'dür. Bölünsün x çıx b. Bərabər olacaq x çıx 5'ə. Baxıram ki, x çıx 5 qalır. Deməli, x plus 3 ixtisar gedir. Deməli, x çıx b bərabərdir x plus 3'ə. B də bərabərdir -3. Bizdən b-ni soruşduğu üçün cavabımız -3'ə bərabər. Yəni doğru cavab burada -3'dür. Növbəti və sonuncu sualımız 25-ci sual. ABC bərabər yanlı üçbucağında AB BC bərabərdir. BD AB perpendikulardır. ADB buranı verib 60 dərəcə. Bura 60 dərəcədir. Bura 60 nə deməkdir? Bura 30. Bura 30-sa, burada da 30 olacaq. İndi baxaq. 30, bura 60 olduğu üçün deməli burada 30 olacaq. 30. Deməli, buradan çıxır ki, bu hissə ilə də bu hissə bərabər olacaq. İndi deyir ki, AB-nin CD-yə nisbətini soruşur. AB-nin CD-yə. İndi mən bura A desəm, burada A-dır. A. İndi baxaq. AB'de düzbucaqlı üçbucaqdır. 30'un qarşısı A-dırsa, 60'ın qarşısı olacaq A köşdə 3. Bunu yazdık. AB A köşdə 3 bölsün CD, o da A. Olacaq köşdə 3. Yəni burada da doğru cavabımız köşdə 3'dür. Nisbətin cavabı köşdə 3'dür. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.